İşçi məsələləri mövzusundan bir sual. Sənanın 3 gündə gördüyü işi Murad 5 gündə yerinə yetirir. İkisinin 6 günə gördüyü işi Murad neçə günə görər? Tutaq ki, Sənan bir günə X iş görsün, Murad bir günə Y iş görsün. Onda Sənan 3 günə 3x, Murad 5 günə 5y iş görəcək. İndi bunlar eyni işi görürlər deyə, bunlar bir-birinə bərabər olacaq. Onda x-a 5k, y-ə 3k deyə bilərik. İkisinin bir yerdə 6 günə gördüyü iş, ikisi bir yerdə bir günə x üstəgəl y iş görərlər. 6 günə x plus y vurulsun 6 iş görərlər. Bu da nədir? 5k 3k qoysaq yerinə 8k vurulsun 6, yəni 48k. İşimiz 48k'dır. Deyir, həmin işi Murad neçə günə görər? Murad bir günə y iş görür. 48k işi 48k bölünsün y günə görəcək. Çünki bir günə y iş görür. 48k işi nə qədər vaxta görər? 48k bölünsün y günə görəcək. 48k bölünsün y-in qiyməti 3k'dır. Bu da 16'ya bərabərdir. Cavabımız E variantıdır. Kanala abunə ol, videoları bəyənməyi unutmayın ki, belə videoların davamı gəlsin. Sağ olun.